Son görüş. Dəvədəlləyi haqqında nə qədər məlumatlısınız bilmirəm. Mən bugün sizə bu həşəratın çoxalarkən seksual hanniballıq adlandırılan bir qəribə xüsusiyyətindən danışmaq istəyirəm. Bu həşəratların qəribəliyi ondadır ki, bu həşəratlar cütləşmə zamanı dişi erkeği yeyir və yeməyə baş hissəsindən başlayır. Bunun iki səbəbi var. Birincisi, baş hissəsində zülalın çox olması. İkinci səbəbi isə başı qopmuş erkek dəvədəlləyinin beyni dur komandası verə bilmədiyi üçün cinsi aktivliyin bir xeyli davam etməsi. Bu cütləşmə sonrası dişi erkeği bütün bədənini tamamilə yedikdən sonra o erkeğin bədənində olan zülal və digər maddələr hesabına 400-ə qədər yumurta qoyur. Təbiətdə və canlılar aləmində bir çox belə özünə məxsusluqlar var. Hər tür öz nəslini davam elətdirmək üçün çalışır.